Haqqı danışmaq fitnə oldu, susmaq qorxaqlıq oldu, ikiyüzlü olmaq ağıllı olmaq oldu. Elə bir insanlar görürük ki, mənafiyyət olmasa sənlə qardaş olmaz, amma səni Allah üçün çox sevirəm deyir. Elə insanlar da görürük, sənlə zahirdə dost, təklikdə düşməndir. Hər kəs yanındayam deyir, amma görünən odur ki, sən təksən. İnsanlar təqva libasına bürünüb, hər kəsi fasıq bilir. Özünü zühd əhli. Hər kəs nəsihət edən oldu, əməl edənlər hardadır görəsən? Halbuki Ömər İbn Xəttab radiyallahu deyir ki, göydən bir səs gəlsə, yer üzərində bir dənə münafiq var. Özümdən şübhə edərəm. İndi sələf hər zaman özündən narazı idi. İnsanlar sosialda zühd əhli, zahirdə isə görəsən kimdir? Baxırsan hər kəs deyir nəsə, paylaşır. Görəsən soruş özünə, sən paylaşmaları edirsən? Hər kəs monitor arxasında mücahid və muvahidlərdir. Soruş özünə, həqiqətən eləsənmi? Allah Subhanahu wa Taala Quranda firqələşmə deyir. İndi isə əqidə bir olsa belə, sən onun firqəsindən deyilsənsə, sənin halın ona maraqlı olmaz. Bəs ümmət dərdi çəkən, Peyğəmbər sallallahu aleyhi və səlləmi yolu ümmət olmağa dəvət edən, Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvəti necə oldu? İslam tövhid üzərində birləşməkdir, dünya üzərində birləşmək deyildir. Allah Subhanahu wa Taala bizi ümmət olmağa və ümmətə dəvət edən insanlar ilə bir etsin. Firqəyə dəvət edənləri bizdən uzaq etsin. Allahümə əmin.